Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayırır. Belə ki, Azərenerji Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı arasında Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi üzrə kredit müqaviləsi və Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı arasında Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi üzrə zəmanət sazişi imzalandı. Sazişi Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rızayev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Ştalmayster və Maliyyə Naziri Sahil Babayev imzaladı. İcra müddəti 4 il olan layihənin əsas məqsədi Azərenerji ASC-nin enerji sisteminin fəaliyyətinin yaxşılaşdırılması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 kilometr olan 500 və 330 kilovatlıq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500-330-10 kilovatlıq Nəvai yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək. Ölkəmizin çox böyük alternativ enerji potensialı mövcuddur və bu potensialın biz bugün cüzi hissəsindən istifadə edirik və yeni atılan addımlar, yeni görülən layihələr artıq minlərlə meqavat Azərbaycanın yeni potensialını bu istiqamətdə yaratmağa, eyni zamanda onu Azərbaycanın elektroenergetika şəbəkəsinə tam şəkildə inteqrasiya etməyə imkan verəcəkdir. Azərbaycan nəinki öz daxili ehtiyacları üçün yaşıl enerjidən, alternativ enerjidən istifadə edəcək. Azərbaycan həm də bu yaşıl enerjinin ixracı ilə bağlı böyük layihələri də həyata keçirməyə çalışır və partnyorlarımızla birlikdə biz Azərbaycanın yaşıl enerjisinin Avropa bazarlarına ixracı üzərində layihələr də hal-hazırda hazırlamaqdayıq. Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan boyum stansiyalarını təhlükəsiz şəkildə enerji sisteminə ötürmək üçün enerji ötürücü infrastrukturunun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 illik güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycanın iştirak payı, ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.